Əziz qardaşlar, dəyərli müsəlmanlar, bugünkü xütbəmizin mövzusu xeyirxahlıq haqqındadır. Uca Allah xütbəmin girişində oxuduğum ayədə buyurur ki, kim Allahın huzuruna bir yaxşı əməllə gələrsə, Allah onun əvəzində 10 qat ona mükafat verər. Kim də pis bir əməllə gələrsə, Allah onun etdiyi əməlin eynisi qədər ona cəza verər. Onlara heç bir haqsızlıq edilməz. Bu ayə Allah Taala'nın qullarına qarşı nə qədər mərhəmətli olduğunu göstərir. Yəni qul bir yaxşı əməl işləyir, Allah isə ona 10 yaxşılıq verir. Qul bir pis əməl işləyir, bunun müqabilində Allah ona eynisi ilə qarşılıq verir. Dolayısıyla Allah Taala sanki qulunun cənnətə düşməsi üçün bir bəhanə axtarır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hədisdə buyurur ki, yaxşılıq gözəl əxlaqdır. Günah isə qəlbinin narahat olduğu və insanların xəbərdar olmasından ehtiyat etdiyim bir şeydir. Bəzən insan bu doğrudurmu yoxsa yanlışdır deyə tərəddüd içərisində olduqda Peyğəmbərimiz buyurur ki, demək insan qəlbinin səsini dinləməlidir. Və ya insanlar xəbərdar olarsa, buna görə əgər sən çəkinəcəksənsə, bu səni narahat edəcəksə, demək ki, dində də bu şey doğru deyildir, yaxşı qəbul olunan bir məsələ deyildir. Dünya həyatı, əziz qardaşlar, xeyirxahlıq səfəridir. İnsanlara faydalı olmaq, insanlarla mehriban olmaq, onlarla xoş rəftar etmək, yaxşılığın yer üzərində hakim olmasına çalışmaq bir müsəlmanın ən ümdə vəzifəsidir. Pis işlərdən uzaq olmaq və insanları pis əməllərdən çəkindirmək də hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Xeyirxahlıq bəzi üzlərin ağaracağı, bəzi üzlərin qaralacağı o qiyamət günündə bir insanın üzünə nur, qəlbinə aydınlıq gətirəcək bir işıqdır. Uca Allah Bəqərə surəsinin 177-ci ayəsində buyurur ki, yaxşı əməl üzünüzü şərqə və ya qərbə çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allah'a iman gətirərlər, ahirətə iman gətirərlər, kitablara, mələklərə, peyğəmbərlərə iman gətirərlər. Var dövləti çox sevsələr belə onu Allah yolunda yoxsullara, yetimlərə, yolda qalanlara, qohum-əqrəbaya, bu kimi kimsələrə sərf edərlər və çətinliklərlə qarşılaşdıqları zaman döyüşdə, cihadda səbr edərlər, söz verdikləri zaman sözlərinə əməl edərlər. Onlar sadiqlərdir, əsl müttəqilərdir, buyurur Allah Teala. Bilirsiniz, dəyərli qardaşlar, qiblə istiqaməti öncə müsəlmanlar namaz qılarkən Məscid-i Əqsaya tərəf namaz qılırlar. Sonradan Allah Teala Kəbəyə tərəf müsəlmanları qibləsini təyin etdi. Lakin Yahudilər bunu özlərinə fürsət bilib, dedilər ki, sizin dininiz bu necə bir dindir ki, sizi tez-tez qiblənizi dəyişir. Və münafiqlər də bundan, bu fürsətdən istifadə edib, müsəlmanlar içərisində çaşqınlıq yaratmağa, onların qəlblərinə şübhə salmağa çalışdılar. Uca Allah isə bu ayəni, oxuduğum bu ayəni nazil etməklə buyurdu ki, yaxşılıq, yəni üzünü sağa və ya sola, şərqə və ya qərbə çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahiblərini Allah Teala sadaladı. Öncə Allah'a iman edəcəksən, onun buyurduğu şeylərə, ahirətə iman gətirəcəksən, göndərdiyi peyğəmbərlərə, mələklərə, kitablara iman gətirəcəksən, sədəqə verəcəksən, Allah yolunda insanlara sədəqə verəcəksən, səbirli olacaqsan bütün çətinliklər qarşısında, söz verdiyin zaman sözünə əməl edəcəksən. İndi düşünün, üzünü hər hansı bir istiqamətə çevirmək daha çətindir, yoxsa insanlara, ehtiyac sahibinə onlara əl uzatmaq, onlara yardımcı olmaq. İnsanın üzünü hansısa bir tərəfə çevirmək daha çətindir, yoxsa çətinliklər, məşəqqətlər qarşısında səbirli olmaq. İnsanlar adətən zahirə qiymət verirlər. Allah Teala isə bu ayəni nazil edərək buyurdu ki, yəni qiblənizi dəyişdiniz, amma qəlbinizi də dəyişməlisiniz. Allahın rizasına uyğun bir şəkildə qəlbinizi də dəyişməlisiniz. Yəni ibadət edərkən riyadan, kibirdən, üzübdən uzaq olmağa çalışmalısınız. Necə ki,
namazın vaxtını qaçırmaqdan çəkinirsiniz, eləcə də bir müsəlman qardaşınızın qəlbinə dəyməkdən, qəlbinə toxunmaqdan çəkinməlisiniz. Necə ki, dəstəmazsız namaz qılmırsınız, eləcə də kibirdən, riyadan uzaq bir qəlbə sahib olmağa, qəlbinizi də təmizləməyə çalışmalısınız. Necə ki, səcdədə göz yaşı tökürsünüz, eləcə də bir kədərli mömin qardaşınızın ehtiyacını təmin etməyə çalışmalısınız. Əl açıb Allaha dua edirsiniz, əl açıb ehtiyacı olan insanlara da yardımcı olmağa çalışmalısınız. İslamda xeyirxahlıq çox geniş bir anlayışdır, dəyərli qardaşlar. Sadəcə olaraq bir insanın digər insana yardım etməsindən ibarət deyildir xeyirxahlıq. Xeyirxahlıq Allaha iman gətirməkdən tutmuş, bütün insanlara, bütün canlılara, hətta ətraf mühitə qarşı gözəl rəftar etmək xeyirxahlığın sərhədlərini təşkil edir. Xeyirxahlıq xüsusən də bu günümüzdə zülmün, haqsızlığın baş qaldırdığı bu günümüzdə bu şeylərə ehtiyacın daha çox olduğunu hər birimiz yaxşı dərk edirik. Quran və sünnəyə baxdığımız zaman xeyirxahlığın, yaxşı əməlin 3 istiqamətdə olduğunu görərik. Öncə Allaha qarşı yaxşılıq. Allaha qarşı yaxşılıq İslam ədəbiyyatında ehsan kimi tərif olunur. Cəbrail əleyhissalam Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə ehsan nədir deyə soruşduqda Allah Rəsulu Allahı görürmüş kimi ibadət etməkdir. Sən onu görməsən də o səni görür. Dolayısıyla Allaha yaxşı etmək istəyən bir qul ona ehsan dərəcəsində ibadət etməlidir. Yəni ibadətlərimizi gözəl ibadət etməliyik və Allahın nəzarətində olduğunu daim bunu hiss etməliyik. İkinci olaraq qulun digər insanlara qarşı edəcəyi yaxşılıqdır. Yəni biz insanlara qarşı mehriban olmalıyıq, şəfqətli olmalıyıq. Bir insana qarşı edəcəyimiz yaxşılıq əslində özümüzə qarşı etmiş sayılırıq. Çünki kiməsə qarşı yaxşılıq edirsənsə, mütləq bir gün o sənə tərəf geri dönəcəkdir. Yəni, bugün torpağa bir şey əkirsən, sabah onun bəhrəsini görürsən. Allah Teala ayədə buyurur ki, وَتَعَوَنَ عَلَى الْبِرِّ وَالتَّقْوَى Yaxşılıq və təqvada bir-birinizlə yardımlaşın. وَلَا تَعَوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ Pis əməllərdə, düşmənçilikdə, günahda bir-birinizlə yardımlaşmayın. Dolayısıyla Allah Teala bizə yardımlaşmanın ədəbini öyrədir. Yəni, insanlar isə adətən bir-birləri ilə çox təəssüf ki, pis şeylərdə yardımlaşırlar. Bu şeyi etsən, hər kəs bunu edir. Sən etsən, nə olacaq ki? Hər kəs rüşvət alır, sən alsan, nə olacaq ki? Hər kəs belə geyinir, sən belə geyinsən, nə olacaq ki? Dolayısıyla insanları, möminləri, müsəlmanları insanların baxış bucağına görə dəyişməyə çalışırlar. Halbuki biz Rahmanın qulları olaraq Allahın əmrlərinə uyğun şəkildə əməllərimizi tənzim etməyə çalışmalıyıq. Üçüncü olaraq da İslamda insanın özünə qarşı edəcəyi yaxşılıq. İnsanın özünə qarşı edəcəyi yaxşılıq da iki istiqamətdə əl alınır. Öz nəfsinə qarşı və bir də bədəninə qarşı edəcəyi yaxşılıq. İnsanın öz nəfsinə qarşı edəcəyi yaxşılıq Allah Teala Şəms surəsində buyurur ki, nəfsə, onu nizama salana, ona pisliyi və təqvanı ilham edənə and olsun ki, nəfsini təmizləyən qurtulmuşdur. Onu günah içərisində batıran isə ziyana uğramışdır. Demək ki, insan əgər özünə qarşı yaxşılıq etmək istəyirsə, nəfsin o mənfi duyğularından, mənfi istəklərindən sıyrılmalıdır. Və bir də insanın öz bədəninə qarşı edəcəyi yaxşılıq. Bədən bizə Allahın verdiyi bir əmanətdir. Yəni biz çox yeməklə, çox yatmaqla, tənbəllik etməklə, zərərli vərdişlərə qurşanmaqla bir növ əmanətə xəyanət etmiş olduq, dəyərli qardaşlar. Allah Resulü sallallahu aleyhi ve sellem dünyanın ən ədalətli bir insan olmasına baxmayaraq, hər zaman Allahın rizasına uyğun olaraq hərəkət etməsinə baxmayaraq, bir bədəvi gəlir Allah Resulünün yaxasından tutur və deyir ki, ədalətli ol ya Muhammed. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deyir ki, mən ədalətli olmadıqda kim ədalətli olacaq ki? Yəni Allahın göndərdiyi bir Peyğəmbər əgər ədalətli olmayacaqsa, başqa kimdən ədalət gözləmək mümkündür ki? Həmin o bədəvi qənimətlər faydalanarkən sanki Allah Resulundan ədalət istədi. Peyğəmbərimiz halbuki ona
kifayət qədər düzgün paylanmışdı, ədalətli davranmışdı. O Allah Rəsulunun yaxasını çəkərsən, hətta boynunda bir iz də buraxır. Belə bir kobud hərəkət edir Peyğəmbərimizə qarşı. Amma Allah Rəsulu yenə buna baxmayaraq ona yenə bir pay əlavə verir. Əgər Allah Rəsulu edəcəyi yaxşılığı Allahın rızası üçün etməsəydi, onun bu kobudluğu qarşısında o da kobudluq edərdi. Amma Allah Quran-ı Kərimdə nə buyurur? وَلَا تَسْتَوُ الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ Yaxşılıqla pislik bir ola bilməz. İdfə billəti hiyə əhsən. Sənə qarşı edilən pisliyi ən gözəl bir şəkildə dəf et. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem də ona qarşı edilən pisliyə bu cür gözəl bir şəkildə qarşılıq verdi. Həqiqətən də bir insan sənə pislik etdiyi zaman, sən ona yaxşılıq etdikdə, o insan istər-istəməz utanacaqdır. Bir şey də unutmamalıyıq ki, dəyərli qardaşlar, biz yaxşılığın çox olduğu bir dünyanı xəyal etməyimiz doğru olmaz. Həqiqətən də dünyada yaxşıların sayı azdır, pislərin sayı əlbəttə ki, çoxdur. Ona görədir ki, zülm baş qaldırır, haqsızlıq baş qaldırır. Əgər orada zülm və haqsızlıq baş qaldırırsa, demək ki, biz yaxşılar öz vəzifələrimizi düzgün yerinə yetirə bilmirik. Dolayısıyla biz özümüzdən başlamalıyıq. Özümüzü düzəltməyə başladığımız andan etibarən ətrafımıza düzəldə biləcəyik. Çünki pis bir insanın əlinin dəydiyi hər bir yerdə orada pis şeylər cərəyan edəcəkdir. Yaxşılıq da belədir, bunun əksi də belədir. Yaxşılıq da ətrafına da yaxşılıq saçar. Çünki yaxşılıq yayılan bir şeydir, başqalarına da sirayət edər. Odur ki, mən özümü düzəltdiyim andan etibarən dünyam da düzələcəkdir dediyimiz gündən etibarən hər şey ətrafımıza gözəl olacağını görəcəyik. Bugün dünyada zülm və haqsızlıq baş qaldırıb bilirik, dəyərli qardaşlar. Amma bir şeyi unutmamalıyıq ki, qaranlıq nə qədər dərin olsa da bir kiçik işıq o qaranlığı yarmağa kifayətdir. Odur ki, ətrafımızın gözəlləşməsi üçün çox böyük əmək sərf etməyə ehtiyac yoxdur. Sadə bir təbəssüm, bir gülər üz, bir tikə paylaşmağımız ətrafımızda görəcək ki, həqiqətən də nə qədər gözəlliklər müşahidə edəcəyik. Əgər biz ətrafımızda xeyirxahlığın, yaxşı əməllərin hakim olmasını, pis işlərdən uzaq olmağımızı istəyiriksə, uca Allahın bizə göstərdiyi yolla getməliyik. Uca Allah ayədə buyurur ki, وَلْتَكُمْ مِنْكُمْ اُمَّةٌ Aranızda bir ümmət olsun, bir cemaat olsun. يَدْعُونَ اِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُفِ Onlar sizi xeyrə çağırsın, yaxşılığı əmr etsin وَيَنْهَنْوَ عَنِ الْمُنْكَرِ və sizi pisliklərdən çəkindirsin. Bəli, dəyərli qardaşlar, bugün bu cemaata, belə bir cemaata hər birimiz möhtacıq. Allah bizləri belə cemaatlardan olmağı nəsib etsin. Hər zaman insanlara yaxşılığı əmr edib, pisliklərdən çəkindirə bilməyi nəsib etsin. Öncə öz nəfsimizdən başlayıb, sonra da insanlara yaxşılıqları əmr edə bilməyi Allah hər birimizə nəsib etsin. Amin.